31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə Sumqayıt şəhərində Həmrəy Millət Suveren Dövlət adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin təşkilatçıları Gülnar Sadıqova və şəhid Səbuhi Həsənquliyevin anası Maysə Həsənquliyeva mərasimdə çıxış edərək bildiriblər ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü milli birlik və bərabərliyimizin təcəssümüdür. Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyini tam bərpa edib. Xalq-dövlət birliyi daha da möhkəmlənib. Qeyd olunub ki, məhz bu həmrəylik ölkəmizin əldə etdiyi tarixi qələbələrin əsasını təşkil edir. Tədbirdə rəngarəng musiqilər səsləndirilib, ədəb-bədii kompozisiyalar nümayiş olunub. Qeyd edək ki, hər iki təşkilatçı milli mənəvi dəyərlərin qorunması, şəhid xatirəsinin daim uca tutulması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində mütəmadi olaraq tədbirlərin keçirilməsində fəallıq göstərir. Onların təşəbbüsü ilə təşkil olunan bu kimi tədbirlər cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Tədbirdə qarşıdan gələn yeni il münasibəti ilə Azərbaycan xalqına xoş arzular səsləndirilib. 2026-cı ilin ölkəmiz üçün sülh, sabitlik və davamlı inkişaf ili olacağına əminlik ifadə edilib. Bizim əsas məqsədimiz 2025-ci ildə konstitusiya və suverenlik ili olduğu üçün bizdə millətçilik, birlik, dövlətçilik və məsləhətləşmə ilidir bildiyiniz kimi. Cənab Prezidentimiz elan elədiyi biz həmrəy bir dövlət olaraq dünyada tanınırıq. Biz həmrəyliyimizi davam elətdiririk. Bundan da istifadə edirəm 31 dekabr Həmrəylik günü münasibəti ilə və qarşıdan gələn yeni il münasibəti ilə bütün Azərbaycan xalqını təbrik eləyirəm. Mən də bu həmrəylik gündə bütün Azərbaycan xalqını Dünya Həmrəylik günlüyü münasibəti ilə təbrik edirəm. Əsasən də şəhid ailələrini, əsgərlikdə, yəni hərbidə olan bu dəqiqə hal-hazırda soyuqda bizim səngərlərimizi, bizi, vətənimizi qoruyan əsgərlərimiz var. Onları, bütün xalqımızı, Azərbaycanın gələcəyi olan bu körpə fidanları həmçində təbrik edirəm ki, qoy hər günləri bax belə çalıb oynamaqla şən keçsin. Çünki bizim şəhidlərimiz, qazilərimiz, vətən oğullarımız bax bu gün üçün, bizə xalqımızın belə firavan yaşaması üçün çalışmışlar, vuruşmuşlar, vətənimizi xilas etmişlər Azərbaycan xalqımızın gələcəyi üçün. Tədbir iştirakçıları belə görüşlərin cəmiyyətin birliyinə töhfə verdiyini vurğulayıb, təşkilatçılara təşəkkürlərini bildiriblər. Şəmistan Fikrətli Elbrus İsmailov bugün informasiya proqramı üçün. Bayramınız mübarək.